18 yaşında uğursuz insan değildin. Sadece 18 yaşın var idi. Hayatta uğur kazanan insanlar oturup səni səhvlərini saymırlar. Səhv etmisənsə də üstündən illər keçsə belə üzr istəməyi bacar. Özünü hazır hiss etməyi çox gözləyəcəksən. Amma həqiqət budur ki, o hiss çox vaxt gəlmir. Ona görə gözləmə, sadəcə başla. Sənin kiçik gördüyün bir problem başqası üçün çox ağır ola bilər. Ona görə insanlara qarşı daha anlayışlı ol. Sənə bacarmazsan deyən insanların çoxu əslində öz qorxularını sənə danışırlar. Bir nöqtədən sonra yaşadığın travma artıq başına gələn hadisə yox, arxasında gizləndiyin bəhanəyə çevrilə bilər. Həyatda hər hissi yaşamağa dəyər, həm yaxşılarını, həm də pislərini. Və unutma, bəzi insanlar səni həmişə keçmişdəki halınla xatırlayacaq. Bunu dəyişmək hər zaman sənin əlində olmayacaq. Amma buna görə dayanma, inkişaf etməyə, öyrənməyə və öz üzərində işləməyə davam et. Bir gün geriyə baxanda nə qədər yol qət etdiyini özün görəcəksən.